2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə Erməni xalqı və bütövlükdə region üçün faciəli bir səhifə oldu. Bu müddət ərzində Artsakın böyük bir hissəsi Azərbaycan tərəfindən işğal edildi və biz külli miqdarda insan tələfatı ilə üzləşdik. Müharibənin qəddarlığı, fosfor, qadağan olunmuş silahların istifadəsi və pilotsuz uçuş aparatlarının üstünlüyü ilə daha da artdı. Bunu baxmayaraq, müharibənin 10 dəhşətli gedişatında məhz erməni döyüşçülərin gücü sayəsində Artsakın hələ də erməni nəzarətində qalan kiçik bir hissəsini müvəqqəti olaraq saxlamaq mümkün oldu. Müharibə 2020-ci ilin noyabrın 9-da üç tərəfli bəyanatın imzalanması ilə başa çatdı. Sənəd Artsaka Rus sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tuturdu. Qeyd etmək vacibdir ki, bu sənədlə müəyyən edilmiş Rus sülhməramlılarının mandatının müddəti düz 44 gün sonra başa çatacaq. Lakin sülhməramlılar artıq çoxdan bölgəni tərk ediblər. Müharibə boyu Azərbaycan Prezidenti İlham Əliyev sərt, aqressiv və təhdid edici yumruq ritorikasına el atırdı. Bugün Azərbaycan artıq Artsakı ermənilərdən təmizlədikdən sonra eyni Əliyev əvvəlki müharibə yönlü bəyanatlarda kəskin ziddiyyət təşkil edir. Sülh və regional əməkdaşlıq ritorikasına keçib. Müharibənin humanitar nəticələri ağır yük olaraq qalmaqdadır. Külli miqdarda etkilərimiz, əsirlərimiz var, onların bir hissəsi hələ də Bakı həbsxanalarındadır. Eləcə də məcburi itkin düşmə halları və çoxsaylı itkinlər var, onların taleləri bu günə qədər naməlumdur. Artsaq ermənilərdən tənzimlənməkdən sonra Azərbaycan erməni mədəni və dini abidələrinə qarşı aqressiv siyasət yürütməyə başlayıb. Artsaqda nəzərdən kənarda qalan ərazilərdəki erməni kilsələri yüzlərlə xaçkar və 20 mindən çox muzey əşyası Azərbaycanın nəzarətinə keçib. Biz abidələrin dağıdılması, milliyyətsizləşdirilməsi və onların mənşəyini, etnik mənsubiyyətini gizlətmək cəhdlərini sahidiyik. Bu barədə mədəniyyətşünas Arminət İqranyanla daha ətraflı söhbət etdim. Gəlin onun qeydlərinə qulaq asın. 44 günlük müharibə zamanı Azərbaycan Artsakın mədəni irsini dəfələrlə hədəfə alıb. Bunun bariz sübutu oktyabrın 8-də Şuşudakı Qazançetsoç katedralının 2 dəfə hədəfə alınmasıdır ki, bu da mütənasiblik, hərbi zərurət, ehtiyat və qarşılıqlı münasibət prinsiplərini pozaraq müharibə qanun və adətlərinin kobud şəkildə pozulması deməkdir. İkinci Haqa Konvensiyasının 2-ci protokolu aydın şəkildə bildirir ki, hərbi hədəf olmayan mülki infrastruktur hərbi əməliyyatlar zamanı qorunmalıdır. Lakin gördüyümüz kimi nəinki mədəni irs qorunmadı, həm də beynəlxalq ictimaiyyət Qazançetsosun hədəfə alınmasını dini azadlığa, dini hüquqlara və xristianlığa qarşı bir hücum kimi qiymətləndirdi. Bu kontekstdə bu zərbə təkcə Artsak xalqına deyil, bütün xristian icmasına qarşı yönəlmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, kilsə hədəfə alındıqdan sonra onun dizaynı dəyişdirildi, təhrif edildi, yazılar və Məsihin heykəli silindi, bugün isə günbəz dəyişdirilib və bundan başqa kilsənin tarixi də saxtalaşdırılıb. Bu, yalnız bir hal idi. Lakin qeyd edə bilərik ki, Avropa Parlamenti öz müxtəlif qətnamələri ilə Azərbaycan tərəfindən xüsusilə Artsakdakı kilsələrin dağıdılmasını bir daha qeydə alıb və sənədləşdirib. Bunların arasında Mexakavandakı Zoravor Surp Astvatsaysin kilsəsi, Moxrenistdakı Surp Sarkis kilsəsi, Mayramadzordakı Surp İmas Tanzatap kilsəsi var. Şuşidakı Kanach-Cam Surp Hovanis Mkırtic kilsəsi isə tamamilə yerlə yeksan edilib. Lakin qeyd etmək lazımdır ki, mən Kanach-Camın dağıdılmasını irsin təhqir edilməsi hesab edirəm. Çünki əvvəlcə Azərbaycan kilsənin tarixini saxtalaşdırmağa çalışaraq onun erməni apostol kilsəsinə aid olmadığını, pravoslav olduğunu iddia etdi. Sonra kilsəyə bitişik keşiş evi kafeyə çevrildi. Daha sonra onu Alban kilsəsi elan etməyə çalışdılar və Alban Udi icmasının nümayəndələri bir neçə dəfə mərasimi ləkələməyə cəhd etdilər. Nəhayət, kilsənin heç bir dəyişiklik mexanizminə tabe edilə bilməyəcəyi aydın olduqda, o tamamilə dağıdıldı. Bu problem həm Qafqazın mədəni irsinin, həm də Artsakın mədəni irsinin daimi monitoringi ilə məşğul olan təşkilatlar tərəfindən qeydə alınıb, həmçinin müxtəlif beynəlxalq qətnamələrdə, müxtəlif aktorların çıxışlarında və insan hüquqlarının müdafiəsinə həsr olunmuş qətnamələrdə öz əksini tapıb.